telefonu tutmanın təzə taktikasını öyrənmişəm. Sən telefonu belə yox, belə tutularmış. Videolarda prosta adamın biraz əli ağrıyır. Nəysə, yamacıdır. Biraz dikə qalxıram. Bugün təklik haqqında danışmaq istəyirəm. Mən hal-hazırda demək olar ki, tək qalıram. Yəni, otaqda təkəm. Yaşadığım yataqxanada Azərbaycanlı yoxdur. Yaxınlığım olduğu Azərbaycanlı biraz daha isti olursan, istiqanlı olursan, elə bir yoxdur. O cəhətdən təkəm. Digər otaqda qalan yoldaşlarım, mənim mərtəbəmdə qalanlar biraz soyuqdular və ara sıra danışırıq. Ümumilikdə qaldığım yataqxanada isə, ümumiyyətlə burada yataqxanalar elədir. Bir-birinə çox belə ünsiyyətdə falan olurlar. Mən Azərbaycanda yataqxanada qalanda, yəni ünsiyyətdən bezmişdim də. Hər kəsin otağına gedirdi, gəlirdi, danışırdıq, söhbətləşirdik, çay içirdik, yemək bişirirdik bir yerdə. Burada ancaq təksən. Orada olanda, Azərbaycanda olanda təkliyi istəyirdim, səmimiyyətdən sıxılmışdım. Burada gəlirsən təklikdən bezirsən, səmimiyyət istəyirsən, ortası yoxdur. Yenə Allahdan Azərbaycanlılar var burada. Arada onlarla gedirəm. Arada həftədə bir 3-4 dəfə görüşürük də hardasa. Yəni lap özümü də yalnız hiss eləmirəm, amma ümumilikdə götürəndə yalnızam, yəni hər şey özüm edirəm. Gələk əsas məsələyə, tək qalmaq. Tək qaldığım müddətdə bir çox şey öyrənmişəm. Üstünlüklərindən danışmaq istəyirəm biraz. Özünü kəşf edir adam. Nə qədər də Azərbaycanda o yataqxanada da qalanda belə özümü kəşf elədiyimi düşünsəm də tam izolyasiya olunmuş şəkildə, yəni ümumiyyətlə ailəni heç görmürsən, ümumiyyətlə heç Azərbaycanda yoxdur, sənə yaxın biri yoxdur. Yəni özünü biraz istiqanlı hiss edə biləcəyin biri yoxdur da. İndi istisna dostlarımı çıxmaqla Azərbaycanlı. Burada da belə xarici elə istiqanlı bir dost tapmamışam hələ ki. Yalnızlığı kəşf edirsən və özündə olan şeyləri başlayırsan aşkarləməyə. Pis yanlarını, yaxşı yanlarını başlayırsan düşünməyə. Heç belə ağlına gəlməyən şeylər olur ki, normalda heç Azərbaycanda fərqində deyildin. Gəlmirsən, təklikdə qalırsan, artıq dərdini açacaq biri yoxdur. Başlayırsan özün-özüncə düşünməyə, özün-özündən danışmağa. Yəni, pis yaxşı tərəflərini özün üçün müəyyənləşdirirsən. Bu cəhətdən yalnızlıq məncə yaxşıdır və hər kəs bir müddət də olsa yalnız qalmalıdır məncə. Bu yaxşı pis tərəflərini görmək üçün. Pis tərəflərindən biri odur ki, bəzən çox ürəyin sıxılır. Hər nə qədər əlinin altında hər şey olsa da, yəni burada təhsil də var, yer gəlində klublar falan var ki, gedib qoşulub iştirak edə bilirsən. Amma bəzən adam ailəsi üçün darıxır. Yəni adam ki, deyir ki, mən heç ailəm üçün darıxmıram. Yox, həqiqətən belə ailəsi vecinə deyil. Ya da ki, nəsə problemləri var. Yəni, ola bilməz ki, heç darıxmasın. Nə bilmə, ya bir əzizi üçün, ya bir yaxını üçün. Neysə, başlayırsan onların üçün darıxmağa. Sonra fərqinə varsan ki, yoxdur, darıxmaqla iş düzəlmir. Təksən, özünsən. Yəni, səbir eləməlisən, dözməlisən. Ən azından müəyyən müddət. Amma bəzən tək olursan, elə motivasiyalı şəkildə durursan ki, deyirsən ki, mən hər şey eləyərəm bu dəqiqə. Elə yanlarda olur. Yəni, insan ümumiyyətlə qəribə varlıqdır. Yəni özümdən müqayisə götürürüm. Mən belə biraz araşdırmışam ki, tək deyiləm də, yəni əlində onların qədrini bilmirik. Olmayanda da onları istəyirik. Tutaq ki, yalnız olanda sosiallaşmaq istəyirsən, çox sosiallaşanda yalnızlıq istəyirsən, iş görəndə istirahət eləmək istəyirsən, istirahət eləmək istəyəndə iş görmək istəyirsən, belə qəribə bir şey. Balans yoxdur. Bu qədər. Yağış yağır. Görüşərik gələn videolarda.